Dil başa bəladır, məsləhətinə şükür. Bəli. Deyir, baxın, kiçik bir spişkanı yandırırsan, balaca bir alovla deyir, vurub böyük bir meşəni yandırmaq olur. Dildə alovdur. O da belədir. Üzvlərimizin arasında yerləşir, özü. Adam deyir, dilim dodağım yanır. Cəhənnəm alovunda deyir, yandığı kimi bütün bədənimizi kirləndirə bilir. Baxın deyir, bütün heyvanat aləmi, istər suda, istər quruda, istər sürünən, istər uçan, hər türlü heyvan insan xilqəti tərəfindən əhliləşdirilir və əhliləşdirilmişdir. Lakin insan dilini əhliləşdirmək mümkün deyil. Çünki haradaydı bir parça deyil. Baxın deyir, bir qaynaqdan həm tuzlu, həm turş su çıxmır ki. Turş su başqadır, tuzlu su başqa, şirin su başqa qaynaqdan. Biz dil ilə həm Allah'a sitayiş edirik, Allah deyirik. Həmin dil ilə Allah'ın yarattığı bəndəyə nifrət edirik, lənət oxuyuruq, qarğış edirik, alqış edirik. Alqış xoşdur. Bu dil iki obraz, iki yüzlü olur. Bunu İncil yazır. Ama bu belə olmamalıdır. Çünki biz hər birimiz Allah tərəfindən idarə olunuruq, hərəkətə gətirilir, danışdırılırıq, amma bunu bugünə qədər anlamamışıq. Biz həmişə deyir, mən ağıllıyam. O deyir, mən ağıllıyam, bu deyir, mən ağıllıyam. Ağlımla idarə edirəm hər şeyi. Necə bir şeir dilindən deyir bunu, fikrim getdi oraya, deyir, desən ağıllıyam. Mən bir dəryayam. Ağlımla bu dəryadan üzüb çıxaram. Qoparsa deyir bu dəryanın fırtınası, tufanı, de bu tufanın, fırtınanın qarşısında dayanan varmı? Fırtına səni süpürür, göydən bir leysan məhv edər. Elə mi? Allah da belədir. Onun yarattığına bu dil bəddua söyləyərsə, lənət oxuyarsa, onu cəzalandırır. Və buradan doğulur cəza. Bu dilə yəlik eləyə bilməyəndir. Özünü üstün tutanda, təkəbbürlü davrananda, mən əmək etdim, mən vurdum, mən yıxdım, mən adam elədim. Mən dedinsə, bitdi iş. Oradan cəzalar doğulur. Bunu bilirdik. Öyümüzdə pişməmişdi, qoğuşudan gəlməmişdi, məktəb öyrətməmişdi, institutda diplom verməmişdi. Bu sözlər indi ayaq tutub yeriyir. Və yazılır. İndi isə ibrəti İncil ağacından alın. Onun budaqları yumşalıb, yarpaqları açılan zaman bu İncil'de yazılır. Siz yayın gəlişini hiss edirsiniz. Eləcə də bu sözlər yer üzərində gəzəndə bilin ki, bu Rəbbin yer üzərinə gəlişidir. Artıq nə peyğəmbər gələsidir, nə imam gələsidir. Allah özünü ruh vasitəsilə yarattıqlarına tanıtmağa gəlir. Budur.